Bizim əsas məqsədimiz, fikrimiz odur ki, bizim boş torpaqlarımız karyerlər tərəfindən qazılır, zəbt olunur. Yəni ağaçlar kəsilir, ağaçlar məhv olur. Biz ona görə də bu işləri görürük. Bax, bu gözəllik yaradırıq, bax, bu gözəlliklər olur. Bu gözəllikdə də bizə dəstək verən ağsaqqalımız Polad Omarov, Abuoğlu başda olmaqla Kərəm Dərziyev və bizim Ursetdə, qürbətdə yaşayan oğlanlarımızın şotura bu ağaçlar basırıldı. Sağ olsun elimiz, obamız bizə dəstək verir, öz gücümüzə, öz canımızın qüvvəsinə bu işlər görmüşük. Bizə xahiş eləyir ki, bizim ərazilərimiz bir daha qazılmasın. Dövlətimizdən də kömək istəyirik ki, bizim bax 9 karyer var. Məhv olub gedir bu təbiət. Bu təbiəti də öz gücümüzə qururuq. Biz öz dəstəyimizlə eləmişik. Öz kəndimizin gözəl oğlanların, gözəl ağsaqqalların şotura. Gələcəkdə də bu işlər davam edəcək. Hər halda 2000 ağac basırılıb. Canım sağ olsun, dəstəyi onlar verib. Əziyyətini də mən çəkmişəm. İnşallah bu 5-6 ilə, 10 ilə 20 min ağac əkiləcək. Bizim torpaqlarımız əldən getməsin. Həmişə bizim bu balaca Gürcüstanımız, bizim borçalımız bu çiçəklənsin. Biz də baxaq, fəxr eləyək. Belə el-oba gözəlliklər daha bir kəndlərə də nümunə olsun. Bizdən nümunə görsünlər ki, bax, belə Recvədin kəndi var, Marnor rayonunun olmaq şərtindən, bax, belə kəndlərimiz çiçəklənsin. Yəni, bağbana suvarmadır, biçməkdir, nə bilim, mən axranıdır, hamısına mən baxıram. Sağ olsunlar, elimizi, obamızı gözəl bağı da salıblar, təşkil ediblər. Allah qadaşlarını artıq eləsin. Belə inşallah yerində də barını dərərlər. Hələ biraz Göycə Sultan dobisləri yağış imkan vermədi. Çəhlər söküldü. İnşallah yerində laf yaxşı, bol bərəkət olar.